Niyə Azərbaycan ordusunun zabiti borclara görə, kreditlərə görə, sələmə görə və s. fərq etməz. Problemlərə görə niyə özünü asmalıdır? Niyə qalib ordunun zabiti özünü asmalıdır? Pullarımız var, Allahın izniyle qalib gəldik müharibədə. Müzəffər ordu deyirik, qalib ordu deyirik, qalib xalq deyirik, qalib dövlət deyirik və niyə həmən bu qalibin zabiti özünü asmalıdır, ya problemi çəkməlidir? Azərbaycan Respublikasının prezidenti Ali Başkomandan kimi İlham Əliyevə müraciət edirəm. Azərbaycan Müdafiə Naziri Zakir Həsənova müraciət edirəm. Yəni Azərbaycan zabiti problemlər içindədir, borc içindədir, xərc içindədir. Buna dövlət olaraq bu problemləri həll etmək üçün konkret addımlar atılsın. Yəni biz eşitməyək o xəbərləri ki, Azərbaycan zabiti gəlib bizə yaxınlaşmasın ki, bizə ev vermirlər, biz evsiz qalmışıq. Biz xəbərləri eşitməyək ki, Azərbaycan zabiti özünə qəsd edib, borcun içində olduğu üçün, xərcin içində olduğu üçün. Bu niyə xəbərlər bizə gəlmədi?